Son illər ev şəraitində istifadə olunan tibbi cihazlara tələbat artıb. Xüsusilə şəkərli diabet, təzyiq və tənəffüs problemləri olan şəxslər bu avadanlıqları gündəlik istifadə edirlər. Alıcılar isə həm qiymətlərdən, həm də keyfiyyətdən narazıdırlar. Təzyiq aparatı almışam. Neçə almısınız? Təxminən 25-30 manata. Onların da qiymətləri sadəcə fərq eləyir. Yəni aparatın növündən asılı olaraq qiymətdə fərq eləyə bilər. Mənə görə yəni normaldır. Təzyiq aparatı almışıq, amma bundan öncə 3-4-cü dəfədə almışıq, amma düz göstərmir. 20-30 manat aralığında olar, dəyişir qiymətlər. Təzyiq aparatım var evdə. Almısınızmı? Neçə almısınız? 150 manata. Bu qiymətlər necədir tibbi avadanlıqların qiymətləri? Nə bilim, get-gedə bahalaşır. Dövlət verir. Şəkər xəstəsiyəm. Bütövlükdə baxanda indi elə yer var orada bahadır. Doka taxılan onlar biraz baha 70-ə, 65-ə. O birisi deyir 25-30 manat. Əczaçı Qalib Məmmədov deyir ki, ən çox tələbat şəkəri və təzyiqi ölçən cihazlaradır. Şəkəri ölçən qlikometr cihazları 25 manatdan maksimum 200 manata qədər təklif olunur. Təzyiq ölçən tonometrlər isə 15 manatdan başlayır, 400 manata qədər dəyişir. Qiymətlər məhsulların növünə, gətirildiyi ölkəyə və markasına görə dəyişir. Müsahibimiz bildirir ki, ötən illə müqayisədə əksər cihazlarda 15-20% bahalaşma müşahidə edilir. 10 manatdan saturasiya aparatları ta 70-80-150 manata qədər davam edir. İnqalyasiya aparatları da ki 30-35 manatdan 200-300 manata qədər civarlarda. Əlil arabaları da ki müxtəlif qiymətlərədir. 100-120 manat civarından başlayaraq 500-1000-1500 manata qədər əlil arabaların qiyməti dəyişir. SA ilə bərabər qoltuq altı ağaclar vardır ki, bunların qiymətləri də 25-30 manat, 40 manat, 50 manat arasında dəyişir. Tibbi cihazlardan istifadə edən şəxslər bildirirlər ki, bəzən şəkəri ölçən aparatların test çubuqları bitir. Vətəndaş gəlib həmin cihazın striplərini axtaranda isə aydın olur ki, ya həmin cihaz artıq satışda yoxdur, ya da aldığı test çubuqları şəkər aparatına uyğun gəlmir. Əczaçı Qalib Məmmədov deyir ki, bu hal adətən ucuz qiymətə olan tibbi cihazlarla bağlı baş verir. Tövsiyə olunur ki, tibbi cihaz seçərkən yalnız qiymətə deyil, sertifikat və keyfiyyət göstəricilərinə diqqət edilməlidir. Onlar məşhur olan, tapılan və həmişə daima olan aparatları alsınlar və onların stripləri, yəni ki, ölçən hissəsi bütün apteklərdə mövcuddur. Ancaq tanımadıkları, kiminsə gətirib hansı bir dəfəlik sifarişlə olan aparatları və başqa ölkədən olan həmin şəkər aparatlarını almasınlar. Ona görə ki, onların stripləri tapılmayacaq və onlara çətinlik yaradacaq. Şəkər ölçən cihazların demək olar ki, çoxunu Səhiyyə Nazirliyi qeydiyyatda olan şəkər xəstələri üçün onu təzminatlı formada təklif edir və verir. Ancaq ki, onların müəyyən seriyaları apteklərdə də mövcuddur. Mütəxəssislər bildirirlər ki, düzgün seçilməyən və keyfiyyətsiz tibbi cihaz həm əlavə xərc, həm də səhv ölçü nəticəsində sağlamlığa zərər dəyməsi risklərinə səbəb ola bilər. Firuzə Məlikzadə, Üzeyir Ağayev, Xəbər Ertəsi.